Mən bilmədən çox tərbiyəsiz bir yerdə hostel tutmuşam. Hostelimə gəlib satdım. Vay, bu nə da? Qara bax. Elba çayıdır bu, Elba çayı. O bulutlardır. Bunu hər adam bilmir, bunu mən bilirəm. Bax, fikir ver. Gəldik bir quş qoyaq bura. Aziz Nikolay kilsəsi indi rotasyon idi. 106 metr dırmaşdıqdan sonra bura dırmaşmağın təbii ki yeri yoxdur. Bu qədər nətər sürdüsə, tücə küləgəti dağızının için söhbət. Nəfis tadı var idi. Şürt tadı verdi, bəlkə də şürtü sürdü. İndi hər şeyə ağız vurmaq olmaz. Hamburqun bələdiyyə binasıdır. Buna da bir quş qoyaq, siyahı tutmuşam. Siyahıda quşlaya gedirəm bütün gün məsələ. Ha 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 ha, bu ha 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 ha. Adama o qədər təsir edir. İnsanların siması, sifəti, üzü, görünüşü adama o qədər ləzzət edir var. Mənim reputasiyam sizə imkan verdi ki, mən sizə bələdiyyə binasının içərisini göstərim. Girir bələdiyyə binasının içərisini. Eynilə Venesiyadakı kimi tikilmiş tikililər, milyonlarla ağacın üzərində bu boyda binalar, bu boyda tikililər dayanıb. Dalğanı xatırladır birinə, fikir verin, dalğaya baxın. Bura Hamburqun dəlixanasıdır. Vaxtilə bu küçədə Beatles qrupu konsertlər verib. Hələlik görüşənə qədər. Beləcə dağlar, dərələr aşdıq, keçdik, çaylar keçdik, gəldik Elba çayının sahili Hamburq şəhəri. Das geht auch mit dem deutschen Aufenthaltstitel. Ab 12. Bura Hamburq hava limanıdır. Biraz buranı da gözəl. Burada qəşəng bir dənə sıçan var. Qəşəng də gələn bunun kimi geyinib gələcəm. Böyük bir yerdir, böyük hava limanıdır sizə deyim. Özdə mən sizə deyim, Sabihə Gökçədə mən bir dənə kruasan aldım. İnanırsınız? Yox, bir dənə kruasan aldım, bir dənə kofe. 12 euro məndən pul qoparmaq istəyirdilər. Sonra qaytardım ki, yox, mən sab başa düşmüşəm. Burada 2 dənə kruasan aldım, bir dənə kofe aldım. Nə qədər versin? 4,80 euro mən pul verdim. Düşdüm, təyyarədən düşən kimi yaxınlaşım pasport yoxlanışına. Pasport kontrolda sərhədçi bəs soruşur ki, nə qədər pulun var? Deyirəm ki, bəs şeydir da, 8 gün qalacaq, 10.000 dollar kartda var. Basıb bağlayır. Nəqdə fikirləşirəm, 2500 dollar da belə. Açıb baxsa gördü 350 dollardır. Da bilmir ki, səhər yediyimi günorta o məsələ. Səhər yediyimi günorta şeyləmirəm ki, acmayayım. Belə gəzəcək inşallah. 350 euro ilə daha doğrusu. İnşallah 8 dənə, 3 dənə ölkə, 8 dənə şəhər gəzəcək. Abunə olmağı və izləməyi unutma, ha. Unuttun elə. Otelə getmək üçün S1 deyilən bir xətt var, marşrut xətti var. Ona minirsiniz, Hamburq hava limanından çıxan kimi. Mən mərkəzdə bir hostel tutmuşam. A&O hostel, şəbəkədir. Orada qalacam və bura çıxışdır, aeroportun çıxışıdır. İndi lazımdır ki, bir də HVV belə bir proqram var. Həmin proqramdan onlayn qaydada bilet ala bilərsiniz. Gün olsun, bizdə də metroda, ictimai nəqliyyata velosipedimizi salıb daşıya bilək. Buna bax, fikir nə qəşəngdir. Velosipedini salıb içəriyə daşıyır, ora-bura.
Otelimin olduğu yere geldim, çatdım. Daha doğrusu hostelimin olduğu yere. Sant Pauli küçəsindədir hostel. Gedim görüm ora necədir. Şəbəkədir. İndi oranı da çəkib göstərəcəm. Ümumi 22 euroya tutmuşam. Səhər yeməyi daxil və şəraitinə baxacam özüm. Mərkəzə demək olar yaxındır, çox da uzaqda deyil. Gedək həm çəkişi göstərəcəm, baxarsınız. Əgər xoşlayan olsa, hamburger gələn olsa orada qalar. Allah, bu da gör nə qəşəng. Hələ abunə olmamısan, hə? Mən bilmədən çox tərbiyəsiz bir yerdə hostel tutmuşam. Çox tərbiyəsiz bir yerdə hostel tutmuşam. Böyrü, başı, üstü, aşağısı hamısı sexdir. Sex havuzdur. Burada aynı. Mən həqiqətən bilməmişəm abi. Gördüm ucuzdur, tutdum. Gedirəm ora. Allah ona kömək olsun. Buradır, buradır, bax. Bax. Böyrü, başı, altı, üstü hamısı sexdir. Hostelin özünü hələ görə bilmirəm. İşarə elədilər ki, oradadır. Maşınlara baxın. Gör nə solidli maşınlardır. Hamısı balaca, Mercedes çoxdur. Təbii ki, olmalıdır da. Bura velosiped yoludur. Üstü açıq maşınlar. Svetofor və keçək. Hostelimizi tapaq, əsas odur. Bura sexlərdir. Mənim hostelim də burada olmalıdır. Biabırçılıq ki. Mənim hostelim burada olmalıdır. Görək. Ən doğru, həbdə, mənim hostelim buradır. Burada divar işləməsi eləyir, yox, silir divardakı yazılar. Yaman günə qoyublar da ona görə. Pis sözlər yazırlar deyə silir. Və dostlar, hostel buradır. İndi gələcəm hostelin içinə görüm, hostelin içində nə var, nə yox. Mənim rezervasiyam var, sadəcə ödəniş eləməliyəm. Achso, jetzt so schön. Dann gibt es erstmal die Parkkarte, dass wir das Auto wegnehmen und dann machen. Dostlar, hostelim buradır. Gəlib tapdım. Hostelimə gəlib satdım. Ümumi 21 euro, 42 manat pul ödədim bura. Hostel belədir içərisi. Mənim yatağım buradır. Birinci yataqdır. Güvənlidir, çünki kart sistemindən açılır. Hər henüz yataq dəsti, hər henüz şkafı daha doğrusu var. Şkaf mən yığacam onlarla. Bura balaca bir hamamıdır. Bura isə sanitar qovşaqdır. Qulucanı. Döşəklər də çox maçalkadır. Elə yaxşıdır əslində. Buradan da hostelin çölə açılan mənzərəsi var. Gənclər yığılıb burada. Bura belə deyək də Hamburgun red light-ıdır. İndi hazırlanaq, çıxaq bir şəhəri tur ataq, sonra gələrik bu yerimizə. Oranı siz niyə çəkirəm? O polis binası demək olar ki, bir çox filmlərin çəkiş meydançasıdır, o polis binası. Və bura Pauli küçəsidir. Hansı ki, Niderlandın belə deyək də. Bu nə də? Bunlara bax. Doğrudur, bunlar əylənməyə bacarır da qardaş. Yəni bunların həyatı budur. Yəni bu adi bir şeydir. Maşın yolundan dıqırandılar, getdilər. Vay, elhamdülillah.
kripto zal var. Kripto zalının bağlıdır deyəsən. Yəni düşə baxaq. Burada Emanuel Bach var, məşhur bəstəkar. Həmin bəstəkar burada dəfn olunur. Deməli bu gülləyə dırmaşmaq 8 evro. Burada Emanuel Bach'ın şeydə 6 evrodur. Gülləyə dırmaşaq. Tower. Only the tower. Yes, only tower. Only the tower. Right. $8. Okay. Şimdi dırmaşaq gülləyə də. Okay. Where is go? Ah. Okay. Evroya bilet aldım. Bu bilet həm bu Müqəddəs Michael kilsəsi katedralının yuxarısına dırmaşmaq üçündür, katedrala qalxmaq üçündür. Bunu burada oxudacağam, çox güman ki. Okay. İşte. Liftlə qalxacaq. Hat er das nicht automatisch? Okay. Sanki 106 metr. 106 metr dibində dostlar. Panorama. Bunu təyyarədən də görmüşdüm də. 8 evron başı ağrıyırdı inansan. Amma buradan yəni bütün Hamburqu görmək olur da. Və indi bax Elba çayıdır bu, Elba çayı. O buludlardır. O günəşdir. Ora Paul küçəsidir, mən qaldığım oteldir. Şimdi biz gedəcəyik, orada gedəcəm inşallah. O şeydir, o var, o ora vaxtilə sığınacaq yer olub, orada dəyəcəyik. Sizə canım desin, bura Elba Harmoniyadır. Elba Harmoniya, Elba çayının üzərində tikilmiş maraqlı bir moldur, belə deyək. Elba Harmoniyadır ora. Orada gedərik, maraqlı bir yerdir, orada deyilənə görə. Bura Paul kilsəsinin, Müqəddəs Paul kilsəsinin şeydir, panorama. Bu da məşhur bir katedraldır. Bunun adını bilməm nədir, burası yadımdan çıxıb bu. Məsələ nədir bunda? Bu görürsünüz nə gündədir? Qara qura, hismis, hisimmisin içində qalıb. Fikir ver. Bilirsiniz səbəbi nədir bunun? Bu o vaxt 2-ci Dünya müharibəsində nəsə yandırılıb bura. Ya 1-ci ya 2-ci Dünya müharibəsində yandırılıb bu. Yaman günə qoyublar, başa düşdünüz? Hitler Almaniyasının dövründə. Pis günə qoyublar da kilsəni. Almanlar da müharibədən sonra deyiblər ki, qoy elə hissin içində qalsın, restavrasiya zad eləməyək, bir tarixi örnək olsun. Gələcək nəsillərə örnək olsun ki, görsünlər necə vəhşiliklər törədiblər kilsələrə, dini yerlərə qarşı. Bayaq danışdığım həmin o kilsə budur. Aziz Nikolay kilsəsi. Bu kilsədir. Kilsinə baxın. Görün nə gündədir. Fikir ver. Bunu hər adam bilmir. Bunu mən bilirəm. Fikir ver. Bura belə, bura belə. Yəni əl vurmurlar. Əl vurmayıblar da bildiniz necə. Onun səbəbi də ki, yenə deyim, tarixi örnək olsun deyə. Görsünlər ki, o vaxt Almaniya, faşist Almaniyası nə işlər durğuzub, nə işlər görüb. Bunun içinə girmək pulsuzdur. Elə kiçik böyük deyil onsuz. Amma bunun əsas gülləsinə dırmaşmaq. Çünki bir dənə güllə qalıb. Mən dırmaşmaq istəmirəm. Çünki bayaqları Michael katedralında, Luther katedralında dırmaşmışdım. Elə belə girək, baxaq görək nə var, nə yox içində.
Sonra çıxarıq. Və buradan liftlə qalxırsan qüllənin üstünə. Qüllənin üstünə qalxmaq olur. Bu da belə. Burada dediyimiz buranın da gəldiyi bir quş qoyaq bura. Aziz Nikolay kilsəsi. İndi Rotaus Marka getməliyəm. Ora bələdiyyə binası var orada. Gedib bələdiyyə binasını da görək. Ora çünki ətrafı binanın adının üstü qədimdir və qızılla örtülü. Qızıldan heykəllər falan var orada. İçinə də girmək mümkündür bələdiyyə binasının. İndi pulsuz olsa girəcəm. Çünki mən zaten Avropa Birliyinin binasına girməyi planlaşdırıram Brüsseldə. İndi bura nə bilim baxacam vəziyyətə. Pulsuz olsa girəcəm. Belə. Davam eləyək. Bu arada o məlumatda deyim ki, qüllənin hündürlüyü 76 metrdir. Aziz Nikolay qülləsinin hündürlüyü. Amma mən müqəddəs Michael kilsəsini dırmaşdım, ona hündürlüyü 106 metrdir. 106 metr dırmaşdıqdan sonra bura dırmaşmağın təbii ki, yeri yoxdur. İndi əsas məsələ susamışam. Susamışam deyəndə də burada bir çeşmə var. Bilmirəm suyu içməlidir yoxsa yox. Məncə belə çeşmələr adətən içməli olur. Və bunlar da içsin bir dənə baxaq. İçməli olar da hər halda. Bu qədər nətər sürdüsə, küləgəti dağızın insin soxdur. Bu qədər müqəddəs yerin uzadında. Nə də? Dadı qəribədir, görürsən? Bəlkə də mineral su deyə bu nədirsə. Nəfis dadı var idi. Şükürt dadı verdi, bəlkə də şükürtü sudur. Zəhərlənib eləyərik. Hər şeyə, ümumiyyətlə belə yerlərdə gəzəndə hər şeyə ağız vurmaq olmaz. Çox qəribə dadı var. Məncə mineral sudur, faydalıdır, amma hər ehtimala. Gedək Rotausa bələdiyyə binasına. Deməli, deyə-deyə, gülə-gülə, gəzə-gəzə gəlib çıxdım bura. Bura deməli Hamburqun bələdiyyə binasıdır. Çox qədim tarixi var bu bələdiyyə binasının. Müxtəlif illərdə müxtəlif təyinatlar üzrə belə deyək, istifadə olunub və hal-hazırda əsas təyinatı məhz belə deyək, inzibati binadır. Dövlət əhəmiyyətli inzibati binadır və burada Hamburq bələdiyyəsi oturur. İçəri girmək mümkündür. Yəni girib içəriyə də baxın. Buna da bir quş qoyaq. Siyahı tutmuşam. Siyahıda quşlaya gedirəm bütün gün məsələ. Buna da bir quş qoyacam ki, yəni buradadır. Allah hamıya qismət eləsin, gəlib görəsiniz buraları. Bəlkə də kamera, video o effekti vermir, o təəssüratı vermir. Biz bayaq dediyim kimi insanlar ha 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 hi ha ha, bu ha 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 hi ha ha eşidirsən bana. Adama o qədər təsir edir. İnsanların siması, sifəti, üzü, görünüşü adama o qədər ləzzət edir var. Bir də məlumat deyim ki, bunun üzərindəki o heykəllər var. İndi burada görsənmir yəqin ki, o heykəllər qızıldandır. Həmin o heykəllər var, hamının bu heykəllər qızıldan düzəldilib. Bu da polislər dayanıb, gedək görək mümkündür mü içəri girmək. Mənim reputasiyam sizə imkan verdi ki, mən sizə bələdiyyə binasının içərisini göstərim. Girir bələdiyyə binasının içərisinə. Bura Hamburqun bələdiyyə binasının içərisidir.
En sevdiğim şeylerden biri de məhz bax bu kilsə zəngləri. Qaqaşlar da sevgilidirlər bax. Əlinə tutublar, gedirlər öz dünyalarında. Elektro maşınlardır bunlar. Çoxdur şəhərdə bunlardan. Böyüyəndə maşın olacaqlar. Özü çox sürətli gedirlər. Dəhşət sürətli gedir. Ona bax. Vay deyir üstə. Mənə elə gəlir ki, Hamburqu bir günə gəzmək olar, gəzib qurtarmaq olar. Düzdür, qurtarmaq düzgün deyil. Gəzib qurtarmaq mümkün deyil təbii ki, bir günə. Bax, amma yəni görülməsi yerlər, mənim maraq dairəmdə olan görülməli yerlər, misal üçün Venesiyanı bir günə gəzib qurtarmaq olmur. Ancaq buranı mənim dünya görüşümdən gəzib bir günə qurtarmaq mümkündür. Ona görə elə bu günləri yekunlaşdıracağam inşallah. Daha sonra gedəcəyik Bremenə. Sabah gedirəm Bremen şəhərinə və Bremen şəhərində də inşallah biraz gəzib, dolanıb keçirik növbəti ölkəmiz olan Niderlanda. Niderlandı da gəzərik, sonra Belçikaya. Belçika. Çıka. Hadi bax bura. Mən indi gedirəm bax ora o bina var ha. Ora Elba Harmoniyadır. Burada bir şəkil çəkdirək. Burada gecə gəzintisi olur, turlar olur adətən. Elba çayının üzərində. Bura bir növ bax Danimarkanı xatırladır mənə. Belə. Bax, bu evlər, bu binalar var ha, bax, bu tikililərin əksəriyyəti. Eyni ilə Venesiyadakı kimi tikilmiş tikililərdir. Bunların altı ümumiyyətlə suyun üzərində, Elba çayının üzərində tikilib. Bunların altında, əksəriyyətinin altında ağac sütunlar var. Milyonlarla ağacın üzərində bu boyda binalar, bu boyda tikililər dayanıb. Və həmin ağaclar ona görə o ağaclardan düzəldirlər ki, onlar çürümürlər. İllər keçdikcə də vaxt keçdikcə də həmin o ağaclar öz materiallığını, öz belə deyək də keyfiyyətini daha da artırır. İndi suda nəsə reaksiya gedir, su ilə həmin ağacın materialında nəsə var, reaksiya gedir və onu daha da möhkəmləndirir. Eyni ilə Venesiyada da həmin məsələ özünü göstərir. Buna bax, qaqama bax, öz dünyası var vallaha. Tırıllıya gedir. Gəldik bura. Elba Harmoniya. Keç qadanalım, keç. Elba Harmoniya. Müasir fikirlərdən biridir. Dalğanı xatırladır birinə, fikir verin. Dalğaya baxın. Və Elba çayının üzərində tikilmiş, belə deyək, mol deyək də buna, bir moldur. Yaşın inşallah yansıydı, keçərdik. Elba Harmoniya giriş pulsuzdur, ancaq bilet almalıyıq. Bilet pulsuzdur zaten, bilet də pulsuzdur. Şöyle bir dənə bilet alaq. Hello. How are you? Ticket. Give me please. Yes. It's free. Yes. Bu da Avropanın ən böyük çay limanıdır. Elba çayının limanı. Ticarət limanıdır. Çox qədim dövrlərdən bu liman fəaliyyət göstərir. Görsünə məlumatlar verirəm sizə. Bu məlumatları vermək üçün mən gör nə boydan yol gəlmişəm. Gözəllik də. Hava təmiz. Huzur dolu, sakitçilik. Belə. Elba Harmoniya. Giriş ödənişsizdir. Biletimizi aldıq və
bura daxil oluruq. Bu bina əslində həm bir biznes sentrdən əlavə olaraq otel kimi də fəaliyyət göstərir və o cümlədən mall, ticarət mərkəzləri var və terasında çox qəşəng bir gün batımı seyr eləmək mümkündür. Gənclər, yaşlılar, cavanlar xüsusən gəlirlər, bir pizza falan alırlar, nəsə alıb gəlib terasda oturub vaxt keçirirlər, yeyirlər burada. Mən də qalxıram bir görüm nə ala bilirəm, cibimə uyğun. Oturacam gün batımını orada seyr eləyəcəm. Bu da ənənəvi olaraq Avropada sevgi körpüsü, sevgi kilitləri, sevgililər, aşiqlər, cütlüklər, çiftlər, cütləşənlər, cütləşməyə meyilli olanlar, fikri olanlar, zikri olanlar hamısı gəlir və bura kilitlərini bağlayırlar, açarları da özlərində saxlayırlar ki, öz sevgilərini bir-birlərinə belə ifadə edirlər. Bu lap kollektivdir. Kollektiv çiftləşmə. Bura Hamburqun dəlixanasıdır. Yəni nə desəniz var da. İkicə vaxtilə Beatles qrupunun konsert verdiyi küçə olub. Baş hissədə də Beatles qrupuna abidə qoyulur. Həmin abidə orada gedəndə göstərəcək. Bu küçə ümumiyyətlə sırf klublar, belə bəzi şeylər üçün nəzərdə tutulmuş küçədir. Bu yaxınlarda burada 3 gün bundan əvvəl Hamburg komandası, milli futbol komandası həm də Bundesliqanın qalibi oldu. 200 gün bundan əvvəl idi. Küçənin başında dediyim həmin o şey də buradadır. Beatles qrupunun abidəsi. Və bu Beatles qrupu üzvləridir. Abidə burada yerləşir. Vaxtilə bu küçədə Beatles qrupu konsertlər verib. Küçə Hamburqun gecəsinin rəmzidir. Və belə Hamburq səyahətimizin birinci günü burada bitir. İnşallah sabahları bəzi yerlər var, orada da dəyəcəm. Daha sonra mesela Bremenə yola düşəcəm. Və Bremendən artıq çəkilişlər eləyib, gəzib, istədiyim yerlər görüb gedəcəm Amsterdama. Sizdən isə abunə olmağınızı və dəstək olmağınızı xahiş edirəm. Və abunə olan deməli, abunəçilərimin hər birini 10 nəfəri seçəcəm. Və onlara gəzdiyim şəhərlərdən xüsusi hədiyyələr gətirəcəm. Və həmin hədiyyələri bir növ gətirib məhz onların öz evlərində özlərini təqdim edəcəm. Hələlik görüşənə qədər.